düşündüydü. Ondan sonra bir daha deyirəm ki, İmam Zaman əleyhissalama təqvalı insanlar lazımdır. İddiaların hamısı rüsvay olacaq. İddiaların hamısı biabır olacaq. Necə Kərbəlada biabır oldular? İddialılar idi İmam Hüseynin qarşısında dayananlar. Hamısı təqva iddiasında olan adamlardır. Bax belə bilirsiniz necə, ola o bərk gedən dindarlar. Cəmaatın gözündə olur ya, filan Kərbəlayı, filan Məşədi. Bax belə bir, həmişə mən bunu deyirəm, bu stereotipləri beynimizdən çıxardaq. Bir Şimir yəni o dövrdə filan Məşədi. Məsələn, Ömər Səd filan hacı. Dindar, filan, iddialı adamlar. Piyada həccə gedənlər, Allah yolunda cihad eləyənlər. Təqva imtihanında rüsvay oldular. Amma yanındakılar təqvada seçilmişlərdəndir. Hamısı seçilmişdir. Allahla münasibətini qoruyanlar. İcazə verin, dönə-dönə, üzr istəyirəm, 3 dəqiqə vaxtım qalıb. Bugünkü təqvanın ən uca dərəcəsindən danışdıq, Həzrət Əvvəlfəzdən danışmasan olmur. Təqvanın ən uca dərəcəsindən. Bəli, təqvalılar yanındaydı İmam Hüseyin əleyhissalamın. Dərəcə edisə, bu dərəcələr gəlib nəticələnir də Həzrət Əvvəlfəzdir. Onun həyatı haqqında nəsə yazsan bir səhifə eləyər. O qədər məlumat var. Bir səhifə. Bir səhifəni doldurarsan ancaq. Onun zikri müsibətini də yazsan, o da bir səhifə. İki səhifə onun haqqında bizim məlumatımız ola bilər. Amma bax gör qəlblərdən nə iz qoyub, bax gör Kərbəlada nə qiyamət qopardı. 2 dənə hərəm qərar verib, 2 dənə Beynül Hərəmeyn. Məsum imam bilirsən nədir? Məsum imamın hərəmi və bunun hərəmi Həzrət Əvvəlfəz. Beynül Hərəmeyn deyir, hərəmlər arası. 2 hərəm. Kərbəlaya daxil olanda hamı soruşur ki, hansı hərəmə gedirsən? Belə təsadüf deyil, İmam Səccad onu orada dəfn eləyib. Bu görüb gəlib hara gəlib çatıb. Hamı qift eləyir, hamı, bütün şəhidlər qift eləyir. Bu təqva dərəcəsidir. Görün, Allah adamı hara apara bilər. Burada oturanlardan hansısa biri desə ki, məndən belə təqvaladan çıxmaz, o kafirdir. Kafirdir, yəni Allaha inanmıyor. Çünki çatdıran mənim yox, Allahın gücüdür. Kim şəkk eləyirsə Allahın gücünə şəkk eləyir. Allahın qüdrətinə şəkk eləyir. Allah hara apardı? Görün, nə məqama çatdırdı. Ona təvəssül eləyək. Belə adam olmaq istəyirsə, onun qapısına gedək. Ona təvəssül eləyək. Babul Həvaizdir çünki. Hacət olanların qapısıdır. Babul Həvaiz yəni hacətlər qapısıdır. O qədər əsrdə Allahla münasibətinin üstündə, sonra Allah başladı oyla münasibətinin üstündə əsməyə. Deyir, mənim özümünkidir. Əvvəlfəz mənə məxsusdur. Gör, imama nə sözlər dedizdir Allah. İmam Hüseyin əleyhissalam deyir ki, benəfsi əndə, canım sənə qurban olsun. Onun üçün deyir. Bir dəfə Kərbəlada deyir ki, əl-an inkəsərə zəhri. Bu emosional söz deyil. Deyir, indi belim sındı. Belim sındı. Və qəllət xeyləti, gücüm zəiflədi. Gücüm azaldı, taqətim azaldı.